Salam hörmətli izləyicilər, hörmətli 4-cü sinif şagirdləri. Bugün sizlərə 4-cü sinif riyaziyyat dərsinin səhifə 45-dəki çalışmaların izahını sizlərə təqdim edəcəm. İzaha keçməmişdən əvvəl digər səhifələrin izahını istəyirsinizsə kanala abunə ola bilərsiniz. Çalışma 1. Deməli yazıb 72354-ü bölək 6-ya. 7 6-ya bilər, 1 əv 6-nın 6, çıxanda 1 qalıb, bölünmür 2-ni gətirəm. 12 6-ya 2 dəfə. 2 dəfə 6-nın 12, çıxanda heç nə qalmır. 3-ü gətirim, 3 bölünmür, burası 0 əlavə edirəm, 5-i gətirim, 35 düşür 5 dəfə. 5 dəfə 6-nın 30, çıxanda 5 qalır. 5 bölünmür, 4-ü gətirim, burada düşür 9 dəfə. Deməli, 12059. Sonra 64778-i bölək 7-yə. Deməli 6 4-ü 64-ü 7-yə bölsəm 9-a. 9-a 7-nin 63. Çıxanda 1 qalıb. 1 bölünmür 7. 17-nin 7-yə 2. 2-də 7-nin 14. Çıxanda 3 qalıb. 3 bölünmür 7-ni gətirəm. Bu düşür 5 dəfə. 5-də 7-nin 35. Deməli 35 37 35 çıxanda 2. 2 bölünmür 8-i gətirim. 28-ə düşür 4 dəfə. Deməli, bir dənə də yoxlayaq. 9254-ü vuraq 7-yə. 64778 idi. Sonra 90194-ü bölək deməli neçəyə? 2-yə. 9 2-yə 4 dəfə. 4 dəfə 2-nin 8. Çıxanda 1 qalır. 1 bölümü 0. 10 da 2-yə 5 dəfə. 5 dəfə 2-nin 10. Sonra 1-i gətirəm. 1 bölünmür, bura 0 atıram. 9-u gətirəm. 19 düşür 9 dəfə. 9 2-nin 18. Çıxıram 1 qalır. 1 bölünmür 4-ü gətirəm. Bura düşür 7 dəfə. Aydındır. Növbəti baxaq. 85671-ə. 85671. Bölək 3-ə. 8 3-ə 2 dəfə. 2 dəfə 3-ün 6. Çıxanda 2 qalır. 2 bölünmür 5-i gətirim. 25 düşür 8-ə. 8-ə 3-ün 24. Çıxanda 1 qalır. 1 bölünmür 6-nı gətirirəm. Bu düşür 5 dəfə. 5 dəfə 3-ün 15. Çıxanda 1 qalır. 1 bölünmür 7-ni gətirirəm. 17 3-ə düşür 5 dəfə. 5 dəfə 3-ün təzədən 15. Çıxanda 2 qalır. 2 bölünmür 1-i gətirirəm. Bu da düşür 7 dəfə. 28557. Sonra 48500-ü bölək. Neçəyə bölürük? Deməli 2-yə. 4 2-yə düşür 2 dəfə. 2 dəfə 2-nin 4. Neçəsinə qalmış? 8-i gətirəm. 8 2-yə 4 dəfə. 4 dəfə 2-nin 8. Neçəsinə qalmır? 5-i gətirəm. 5 də düşür 2 dəfə. 2 dəfə 2-nin 4. Çıxanda 1 qalır. 1 bölümü 0-ı gətirəm. 10 düşür 5 dəfə. Və bu 0 da əlavə etsə olur 24250. Növbəti digərinə baxaq. 253315-i bölək 5-ə. 25 5-ə 5. 5 dəyə 5-in 25. Çıxanda heç nə qalmır. 3-ü gətirəm. 3 bölümü 0 əlavə edirəm. Təzə 3-ü gətirəm. 33 düşür 6 dəfə. 6 dəyə 5-in 30. Çıxanda 3 qalır. Bölünmür 1 gətirəm. 31 5-ə düşür 6 dəfə. 6 dəyə 5-in 30. Çıxanda 1 qalır. 1 bölünmür 5-i gətirəm. 15 də 5-ə bölsəm 3. Aydındır. Növbəti baxaq digərinə. 128328 bölək 4-ə. 12 4-ü 3 dəfə. 3 dəfə 4-ün 12. Neçəsinə qalmır? 8-i gətirim. 8 4-ü 2 dəfə. 2 dəfə 4-ün 8. Çıxanda 1. İndi 3-ü gətirim. 3 bölünmür. Burası 0 əlavə edirəm. Təzədən 2-ni gətirirəm. 32 4-də 8 dəfə. 8 dəfə 4-ün 32. Heç nə qalmır. Təzədən 8-i gətir. 8 də 4-də düşür 2 dəfə. Aydındır. Növbəti baxaq deməli çalışma 2-yə. Deyir ki, qalıqlı bölməni yerinə yetirin. Cavabın doğruluğunu yoxlayın. Çalışma 2. Deməli 51483-ü bölək 6-ya. 5 bölünmür 51-i 6-ya bölsə 8-ə. 8-ə 6-ın 48. Çıxanda 3 qalır. 3 bölünmür 4-ü gətirəm. 34 6-ya 5 dəfə.
5 dəfə 6 30. Çıxanda 4 qal. 4 bölünmüş 8-i gətirəm. 48 düşür 8 dəfə. 8 dəfə 6 deməli 48. Neçəsinə qalmır? 3-ü gətirdim. Düzü 3 bölünmür. Bura bir 0 əlavə edirəm. Deməli qalımız neçə qaldı? Deməli 8580-i vuraq neçəyə? 6-ya. Üzərinə də gələk 3. Doğru, bərabərlik alınır. Qalıq 3 qaldı. Sonra növbəti baxaq digərinə. 36162-ni bölək 8-ə. 36 8-ə 4 dəfə. 4 dəfə 8-in 32. Çıxanda 4 qalır. 4 bölünmür 1 gətir. 41 8-ə 5 dəfə. 5 dəfə 8-in 40. Çıxanda 1 qalır. 1 bölünmür 6-nı gətirəm. 16 8-ə 2 dəfə. 2 dəfə 8-in 16. Çıxanda neçəsinə qalmır? 2-ni gətirim. 2 bölünmür bura bir 0 əlavə. Qalıb 2 qaldı. Sonra 42349. Deməli bölək neçəyə 4-ə? 4 4-ə 1 dəfə. 1 dəfə 4-ün 4. 2-ni gətirim. 2 bölünmür 0 atıram. 3-ü gətirim. 23 4-ə 5 də. 5 də 4-ün 20. Çıxanda 3 qalır. 3 bölünmür 4-ü gətirəm. 34 4-ə bölsək. Deməli 8 dəfə. 8 də 4-ün 32. Çıxanda 2 qalır. 2 bölünmür 9-u gətirəm. 29 düşür 4-ə deməli 7 dəfə. 7 də 4-ün 28. Qalıq neçə qalır? 1. Növbəti baxaq deməli bunu yazıq 81572. Deməli 81572 bölək 5-ə. 8 5-ə 1 dəfə. 1 dəfə 5-in 5. Çıxanda 3 qalır. 3 bölünmür 1-i gətirəm. 31 düşür 6 dəfə. 30. Çıxanda 1 qalır. 1 bölünmür 5-i gətirəm. 15 5-ə 3 dəfə. 3 dəfə 5-in 15. Çıxanda neçəsinə qalır? 7-ni gətirəm. 7 5-ə 1 dəfə. 1 dəfə 5-in deməli 5. Çıxanda 2 qalır. 2 bölünmür 2-ni gətirim. 22 düşür 4 dəfə. Düzü 4 dəfə 5-in 20. Çıxanda qalıq neçə qalır? 2. Sonra növbəti baxaq 65065-ə. 3-ə bölünməsindən deyir bizə. 65065. 3-ə bölək. 6-ın 3-ə böləndə 2. 2 də 3-ün 6. Çıxanda neçəsinə qalır? 5-i gətirəm. 5 3-ə 1 dəfə. 1 dəfə 3-ün 3. Çıxanda 2 qalır. 2 bölümü 0-ı gətirəm. 20 3-ə düşür 6 dəfə. 6 da 3-ün 18. Çıxanda 2 qalır. 2 bölünmür 6-nı gətirəm. 26-nı 3-ə bölsəm deməli 8. 8 də 3-ün 24. Çıxanda 2 qalır. 2 bölünmür 5-i gətirəm. 25 3-ə düşür deməli. Düşsün 8 də 8 də 3-ün 24. Qalıq neçə qalır? 1. Sonra 71805-i yoxlayaq. Bölək 7-yə. 7 7-yə 1 dəfə. 1 dəfə 7-nin 7. Çıxanda sana 1-i gətirim. 1 bölümü 0 atıram. Burası 8-i gətirim. 18 7-yə düşür 2 dəfə. 2 də 7-nin 14. Çıxanda 4 qalır. 4 bölümü 0 gətirirəm. 40-ı 7-yə bölsəm 5. 5 də 7 neçə eləyir? 35. Çıxanda 5 qalır. 5 bölünmür 5-i gətirirəm. 55 7-yə 7. 7 7 neçə eləyir? 49. Çıxanda neçə qalacaq? 6. Qalığımız olur 6. Növbəti baxaq 27271-i bölək 9-a. 27271-i deməli böləcək neçəyə? 9-a. 27271-i bölək 9-a. Deməli 2 bölünmür 27-ni 9-a bölür. 3 də 9-un 27. Heç nə qalmır. Deməli 2-ni gətirəm. 2 bölünmür 0 atıram. 7-ni 27-ni 9-a 3 dəfə. 3 də 9-un 27. Çıxanda heç nə qalmır. 1-i gətirəm. Düzü. 1 bölünmür. Bura bir 0 əlavə edirəm. Aydındır.
Deməli, düzü vuraq. Deməli, 9-a. Sonra qalımız 1 qaldı. Bunu böldük. İndi keçək çalışma 3-ə. Əvvəlcə bölünmə əlamətlərinə əsasən qalıqsız bölünmə əməlini müəyyən edin. Sonra isə bölünmə əməllərini yerinə yetirin. Baxın, 3-ə bölünmə əlaməti bölünmə əlamətlərinə əsasən deyil. Üzərində çalışsaq, baxın, bölünmə əməllərini yerinə yetirin. 3-ə bölünmə əlaməti, rəqəmlərin cəmi 3-ə bölünməlidir. 2 ilə 1 topla 3, üzərinə 5 gəlsəm 8, 6 gəlsəm 14, 21. 21 3-ə bölünür. Deməli, onda 21567-ni bölək 3-ə. Bu da düşür 7189. Sonra buna baxaq. Sonu 5 ilə qutarısı 0 və ya 5 ilə bu ədəd 5-ə qalıqsız bölünür. 40325-i deməli bölək 5-ə. Bu da düşür 8000 deməli 65. Buna baxaq. 2-yə bölünmə əlaməti sonu cütlə qutar. Bunu son təklə qutar. Bu qalıqlı bölünədir. Deməli, onda 14892-ni 1-ə atıram da bölək 2-yə. Bu düşür 7446. Qalıqda 1 qalır. Aydındır. İndi buna baxaq. 3-ə bölünmə. Rəqəmlərin cəminə baxaq. Rəqəm cəmi deməli 16, 22, 29, 31. 31 3-ə bölünmür. Deməli bu qalıqlı bölünəcək. 31 3-ə bölünmür. 30 bölünür. Onda bundan 1 çıxsaq, yəni 71-i bölək 3-ə. Bu düşür. Bir dəqiqə. Deməli 385.671-i bölsək 3-ə. Bu düşür 128.557. Qalıqda 1 qalır. Sonra digərinə baxaq. Yadınızda saxlayın. Sonu cütlə qutarsa 2-yə qalıqsız bölünür. 481.500-ü bölək 2-yə. Bu da düşür 240.000. Deməli 750. Aydındır. Buna baxaq. Sonu 0 və ya 5 ilə qutarır. Burada qalıq neçədir? Qalıq onda 4-dür. 153.310-u bölək 5-ə. Bu eləyir 30.662. 30.662. Qalıq neçə qalır? 4. Buna baxaq. 4-ə bölünmə əlaməti son 2 rəqəm 4-ə bölünməlidir. 43-ün sonunda 3 artıqdır. Deməli qalığımız 3-dür. 717.640-ı bölək 4-ə. Bu düşür deməli 179.410. Qalıq neçə qalır? 3. Aydındır. Sonra növbəti baxaq çalışma 4-ə. Bölmə əməllərini yerinə yetirin. Cavabım da. Deməli fikir versək. Çalışma neçədir? Çalışma 4. Əvvəlcə 75.236-nı bölək 2. 7 2-yə 3 dəfə. 3 dəfə 2-nin 6. Deməli 7-dən 6 çıxanda 1. 1 bölünmür 5-i gətirəm. 15 2-yə düşür 7-də. 7-də 2-nin 14. Çıxanda 1 qalır. 1 bölünmür 2-ni gətirəm. 12-ni 2-yə bölsəm 6. 6-da 2-nin 12. Çıxanda içinə qalır. 3-ü gətirəm. 3 2-yə düşür 1 dəfə. 1 dəfə 2-nin 2. Çıxanda 1 qalır. 1 bölünmür 6-nı gətirəm. 16 2-yə 8. Aydındır. Sonra növbəti gəlin 30.609. 30.609-u bölək. Deməli neçəyə? 3-ə bölədik. 3 3-ə 1 dəfə. 1 dəfə 3-ün 3. Çıxanda içinə qalmaq. Deməli belə eləyək də. Bu 0-ı gətirə bilmirik. 30 3-ə neçə dəfə düşür? 10 dəfə. 3 dəfə 10-un 30. Çıxanda neçə? 6-nı gətirəm. 6 3-ə neçə dəfə düşür? 2-də. 2-də 3-ün 6. 0-ı gətirək. 0-ı gətirək bura. İndi 9-u gətirəm. 9 3-ə düşür neçə dəfə? 3 dəfə. 10.203.
Növbəti baxaq, deməli 56782 bölək 9-a. 56 9-a düşür, deməli 6 dəfə. 6 dəfə 9-un 54. Çıxanda 2 qalır. 2 bölünür 7-ni gətir. 27-ni 9-a bölsəm 3. 3 dəfə 9-un 27. Çıxanda heç nə qalmır. 8-i gətirirəm. 8 9-a bölünür 0 atıram. 2-ni gətirirəm. 82 9-a düşür 9 dəfə. Qalıq 1 qalır. Sonra verək 6309-u vuraq, deməli 9-a. Düzdür. Sonra baxaq 10938-i bölək neçəyə? 6-ya. Deməli bir dəqiqə hesablayaq. Deməli 10938-i bölək 6. 16-ya bir dəfə. Bir dəfə 6-nın 6 çıxanda 4 qalır. 4 bölünür 9 gətirim. 49 düşür 8 dəfə. 8 6-nın 48 çıxanda 1 qalır. 1 bölünür 3-ü gətirim. 13-ü 6-ya bölündə 2. 2 dəfə 6-nın 12. Çıxanda 1 qalır. 1 bölünür 8-i gətirirəm. 18-i 6-ya bölsəm neçə eləyim? 1823. Növbəti baxaq 92000, deməli 345-i bölək 8-ə. 92345-i böləcək neçəyə? 8-ə. 92345-i bölək 8-ə. 9 8-ə 1 əvə düşür. 1 əvə 8-in 8. Çıxanda 1 qalır. 1 bölünmür 2-ni gətirirəm. 12 8-ə 1 dəfə. 1 əvə 8-in 8. Çıxanda 4 qalır. 4 bölünmür 3-ü gətirirəm. 43 8-ə 5 dəfə. 8-in 40 çıxanda 3 qalır. 3 bölünmür 4-ü gətirirəm. 34 8-ə 3 dəfə. Daha doğrusu 4 dəfə. 4 dəfə 8-in 32. 2 qalır. 2 bölünmür 5-i gətirirəm. 25 də düşür 3 dəfə. Qalıq neçə qalır? 1. Aydındır. Sonra 169024. Onu hesablayaq. 169024 böləcək neçəyə? 3-ə. 16 3-ə düşür 5 dəfə. 5 dəfə üçün 15. Çıxanda 1 qalır. 1 bölünür 9-u gətirirəm. 19 isə deməli 6 dəfə. 6 dəfə üçün 18. Çıxanda 1 qalır. 1 bölünür 0-ı gətirirəm. 13-ə düşür 3 dəfə. 3 dəfə üçün 9. Çıxanda 1 qalır. 1 bölünür 2-ni gətirirəm. 12 3-ə 4. 4 dəfə üçün 12. Sizə qalmır. Təzədən bu 4-ü gətirirəm. 4 3-ə düşür 1 dəfə. 1 dəfə üçün 3. Çıxanda nə qalır? Qalıq 1 qalır. Növbəti sonuncusunu yazaq. Yazıb 281425. 281425 bölək 4. 28 4-ə düşür 7 dəfə. 7 dəfə 4-ün 28. Çıxanda heç nə qalır. 1-i gətirirəm. 1 bölümü 0 atıram. 4-ü gətirirəm. 14 düşür neçə dəfə? 3 dəfə. 3 dəfə 4-ün 12. Çıxanda 2 qalır. 2 bölünür bu 2-ni gətirirəm. 22 4-də neçə dəfə düşür? Deməli 5 dəfə. 5 dəfə 4-dən 20. Çıxanda 2 qalır. 2 bölünür 5-i gətirirəm. 25 4-də 6 dəfə. 6 dəfə 4-dən 24. Qalıq nə qalır? 1. Çalışma 5 hesablanan cavabın doğru kalkulyatora yoxlayın. Fikir versək, baxın. 16000 bölək 5 üstə gəl 24326 bölək 2 bərabər 160-ı 5-ə bölsəm 32, yəni 3200 üstə gələk 24-ü 2-yə bölsəm 12, 32-ni 2-yə bölsəm 16, 6-nı 2-yə bölsəm 3. İndi bunları toplayaq. Deməli bu nə qədər eləyəcək? Birdən baxaq. 16000-i bölək neçəyə? 5-ə. Bu elə 3200, sonra 24326-nı da bölək, deməli 2-yə.
Bu deyil 12163. İndi 12163-ün üzərinə 3200 gəlir. Bu da eləyir deməli 15363. Aydındır. Sonra digərinə baxaq. Digərində yazıb ki, bunu hesabladıq. İkinci xanaya baxaq. İkinci xanada görək bizə nə verib. Çalışma 5-i yazırıq da. Deməli 182.032 bölək 8 üstə gəl. 2356 vuraq. 128-dən 128 çıxanda 0. İndi 182.032-ni bölək 8-ə bu düşür 22.754. Bu 0 istənlərdə vurana 0 verir. Cavab verəcək 22.754. Aydındır. Sonra digərinə baxaq. Yazıb ki 100.000 deməli 100.000 çıxaq 71.424-ü bölək 6-ya. Bu deyilir deməli 11.904 bərabər 100.000-dən deməli çıxaq 11.904. Bu da cavab eləyir deməli 88.096. Aydındır. Sonra baxaq. Yazıb 17.995 üstə gələ 63.000 deməli 63.025-i bölək 5-ə. Bu da eləyir deməli 12.605 bərabər 12.605-in üzərinə gəlir 17.995. Bu da eləyir deməli 30.600. Aydındır. Sonra digərinə baxaq. Digərində yazıb ki 231-in üzərinə gəlsə mötərizənin hissəsi yazıb 231 üstə gəl 12.983 vuraq 6 çıxaq 32.800-ü 8-ə bölsək deməli 4100 eləyir də. Bərabər 231-in üzərinə gələk 12.983 deməli eləyir 13.214 vuraq 6 çıxaq 4100. Bu da bərabər. Bunu da vuraq deməli 6-ya. Bu eləyir 79.284 çıxaq 4100. Buna da çıxaq 4100. Bu da eləyəcək deməli 75.184. Aydındır. Sonra növbəti bunun sonuncusuna baxaq. Sonuncusunda deməli yazıb 30.123 çıxaq. Əvvəlcə mötərizənin için həll edirik. 128.000 deməli 48-dən çıxacaq 10.200-ün. Bu eləyir deməli 117.848. Bunu da böləcək 4-ə bərabər. Bunu bölsək 4-ə olur 30.123 çıxaq 29.462 bərabər. Bunların indi fərqini tapaq. 30.123. Bu da eləyir 661. Aydındır. Növbəti baxaq deməli çalışma 6-ya. Deyir ki, hər robot dəyişənin vermiş qiyməti üçün uyğun ifadənin qiymətini hesablar. Hansı robot səhv, hansı düz işlər? Deməli fikir versək, dəyişənin mümkün qiymətini hesabla. Deməli, hər robot dəyişənin verilmiş qiyməti üçün burada fikir versək, dəyişənin verilmiş qiyməti üçün hansı robot səhv, hansı düz işlər? Fikir versək indi. Burada dəyişənin qiymətini vermək baxı bizə.
Deməli, belə deyək də, 20.125 20.125 20.125 verir 7-yə. 20.125-i bölək 7-yə. Eli 2875. Üzərinə gələk, deməli, 81.767. Bu eli 84.642. Bu düz hesablayıb, fikir verin. Bu robotların üzərində baxaq. Deməli, bu düzgün hesablayır. Sonra buna baxaq. 4 verəndə alınmalıdır 4 mü? 4 ilə 5 toplasam 9. Deməli, 48.807-ni bölək 9-a 5423. Bundan da çıxaq 5023-ün 450, amma 4000 yazır. Bu səhvdir. Sonra buna baxaq. 7 verəndə 0 alınmalıdır. Əvvəlcə deməli 85.099-u bölək 7-yə. Bu eləyir 12.157. 12.157 çıxaq. Mötərizənin içini hesablasaq, deməli 8.157 üstünə gəlsəm 4.000. 12.157 alınır. Fərqin çıxanda 0. Bu da düzgün hesablayır. İndi baxaq, deməli məsələ 7-yə. Müştəri qiyməti 31.250 manat olan avtomobil üçün ilkin olaraq 5.750 manat ödər. Deməli, məsələ 7. 5.750 manat ödəyib. Pulun qalan isə hər il eyni məbləğ olmaqla 3 il ərzində ödəməlidir. Deməli, belə eləyək. 31.250-dən çıxaq 5.750-ni. Gör nə qədər eləyir? Deməli, 31.250-dən çıxaq 5.750-si. Bu eləyir 25.500. Və bizə deyir ki, müştəri pulun qalan hissəsini hər il eyni məbləğ olmaqla 3 il ərzində ödəməlidir. Müştəri hər il nə qədər pul ödəməlidir? Deməli, 3 il ərzində ödəməlidir. Onda bunu 25.500-ü bölək 3-ə. Görək 1 ilə nə qədər düşür? Deməli, 1 ilə 8.500 manat düşəcək. Aydındır. Məsələ 8. Deməli, məsələ 8-də bizə deyir ki, 2 yük maşının hər biri gün ərzində tikintiyə 5040 kərpic daşıdı. Birinci yük maşını bunu hər deyəsi eyni sayda olmaqla 6 dəfəyə, ikinci yük maşını 8 dəfəyə daşıdı. Deməli, hər biri gün ərzində tikintiyə, birinci yük maşını bunu hər deyəsi eyni sayda olmaq 6 dəfə. Deməli, bunu 6-ya bölürük. Sonra 5040-ı bir də bölür 8-ə. Hansı yük maşını hər deyəsə daha çox kərpici nə qədər? Deməli, 5040-ı bölək 6-ya, bu düşür 840. Və 5040-ı bölək, deməli, 5040-ı bölək 8-ə. Bu da düşür 630. Hansında daha çox kərpic daşıdı? Deməli, 6 olanda, yəni 840-dan. Çalışma 9. Sabun sexində deməli, gün ərzində 11.866 ədəd sabun hazırlandı. Hər selofon bağlama 6 ədəd sabun yığılmalıdır. Yəni, bu qədər hazırlandı. 6 ədəd sonuncu bağlamanın tamamlaması neçə sabun çatmır? Deməli, sexində gün ərzində 11.866 ədəd sabun hazırlandı. Hər selofon bağlamaya 6 ədəd sabun yığılmalıdır. Belə eləyək. Onda bu 6-ya bölək görək qalıq neçə qalır? 11-i 6-ya bölsək bir dəfə. Bir dəfə 6-nın 6. Çıxanda 5 qalır. 5 bölümü 8 gəlir. 58 6-ya düşür. Deməli 9-u. 6-nı 54. Çıxanda 4 qalır. 4 bölümür 6-nı gətirim. 46 6-ya düşür. Deməli 7. 7 6-nı 42. Çıxanda 4 qalır. 4 bölümür 6-nı gətirirəm. Bu da 7. 7 dəfə 6 neçədir? 42. Qalıq neçə qalır? 4. Deməli, hər telefonda nə qədər olmalıdır? 6 dəmir. Demək, qalıq 4-sə bunun üzərinə 2 sabun da əlavə
olunmalı. Deməli 2 sabun çatmır.